2-3 tane televiziya kanalında şovları yağış kimi cemaatın başından yağdıran adamlar xalq demək deyil. Xalq başqa qüvvədir. Xalqın 1000 illərə sökənən xəzinəsi var, yatırı var, dünyası var. O adamlar o ət tökən çıxışlarla heç evdə, ailədə iki adamın arasında deyilməyən sözü ekrana çıxartmaqla o öz tərbiyəsizliyini, mədəniyyətsizliyini göstərir. Məhz bugün mən ona görə deyirəm, ekranlara sağlam təfəkkürü, sağlam əqidəli, ailəsi salamat olan adamlar çıxmalıdır. Mən dönə-dönə özür istəyirəm, yer gəlib deyirəm, elə adamları çıxardırlar səhnəyə ki, hamı bilir ki, bu 4 dəfə ərə edib, 5 dəfə ərdən boşanıb. O adam çıxıb xalqa əxlaq dərsi deyir. Xalq onun özünü təhqir olunmuş hesab eləyir. Televiziya kanallarından xahiş edirəm, ekranlara dəvət elədiyi adamların şəxsiyyətlərinə fikir versinlər. Xalqa öğüt, nəsihət dərsi verən kimdir? Hansı tərbiyənin sahibidir? Hansı ocaqda, hansı bucaqda yetişir? El adam çıxır oradan nağıl danışır ki, öydə donursan, xəcələt qalırsan, nə uşağın, nə ailənin üzünə baxa bilmirsən. Yoldaşım bana deyir, axı bu filan kəsdir mi? Quruyub qalıram, ha kişi. Kim xalqa? Xalqın müdrik kişiləri var. Mən inandırıram ki, bu xalqın içində oluram həməşə. Atlı da, piyada da, çarıqlı, patavalı da, laf belə. Ay qardaş, bu xalqın içində, o kəndlərdə, o rayonlarda, Qurana and olsun, el adamlara rast gəlirəm. Az qalıram, əyləm onun o palçıqlı ayaqqabısından öpəm. Gəl sənin ayağından öpürsən, bu sözünə tərd edin. Elə kişilər var. Axtarın, tapın. Qardaşım, amanın bir gün bu milləti faziələrdən xilas edin. Yəni, bugün böyük bir təxribat var. Azərbaycan xalqının mənəviyyatına qarşı, onun poeziyasına qarşı, ədəbiyyatına qarşı, mənəviyyatına qarşı, ailəsinə qarşı. İndi dəhşətli bir məqam gəlib çıxır. Qardaş, ailə qururlar. Bax, elçi gedirlər. Ağsaqqal xeyir duası verilir. Qanun qaydı ilə nikah kəsilir. Görürsən, arada aləm qarışır, bir aydan sonra bu ailə dağılır. Hələ buna xeyir dua verirlər, elçi gedir. Ay kişi, ekranda da adam evlənərmi? Bu ekranda evlənən ailə neçə gün davam edir? Neçə ay gedəcək? Xalq bu işə nifrət eləyir, qəzəblə qarşılayır, hər gün bana yüzlərlə zəng olur. Kim hesab eləsə ki, o xeyirxahlıq təksinə, o bədbaxılıqdır və bədxahlıqdır. Mənim xalqım nə günə qalıb ekranda çıxıb evlənməlidir? Nə deməkdir bu? Ona görə xalqın heysiyyatına toxunmaq olmaz, xalqın mənəviyyatına toxunmaq olmaz. Qorumaq lazımdır millətin ruhunu. Bizim xalq o əqidənin sahibi deyil. Avropalaşmaq o deməkdir ki, sən çırpaqlaşmalısan, bütün abırını, həyanı ekrandan tövməlisən millətin üstünə, millər də ağlamalı günə qalmalıdır. Yığışdırmaq lazımdır bu şeyləri. Avropalaşmaq istəyirsənsə, Avropanın çox mütərəqqi, çox ideal, çox gözəl keyfiyyətləri var, onları götür. Keçdi məndən, ox oldu, keçdi məndən. Yaxşıya körpü oldum, yaman da keçdi məndən. Mən istəyirəm ki, körpü olam, yaxşılar keçir. Yaxşılardan qabaq yamanlar keçir. Kimin nəyinə lazımdır? O şey ki, xalqımın mənəviyyatını pozur, o şey ki, mənim nəvələrimin, evlatlarımın tərbiyəsini pozur, o birbaşa mənim düşmənimdir. O birbaşa xalqın düşmənidir. Ona ictimai rəy ayağa qalxıb, öz nifrətini, qəzəbini bildirməlidir. Bir adam bir adamı bıçaqlayır, bir həftə televiziyada müzakirə gedir. Böyük bir şəxsiyyət, böyük bir iş yaradır. Onunla bağlı bir dənə ekran, bir dənə söz vermir, bir dənə qəzet material ayrılır. Falan, niyə? Xalqın bu qədər gözəl şəxsiyyətləri, ziyalıları var, bütün sahələrdə. Alimi də var, şairi də var, memarı da var, rəssamı da var, bəstəkarı da var, psixologu da var, filosofu da var. Hansını çıxardıq 5 dənə kişiyi? Ha ki, yenə deyirəm, həftədə 7 günün 6-sını şov eləyirsiniz. Ne olar, bircə günü də ayrın, ağıllı söhbət eləsin, cəmaata qulaq asın. Ona görə də bu xalq böyük xalqdır, qızım. Çox böyük xalqdır. Bu 50 milyondur. 50 milyonun kökü gör haralara gedir. 5 dənə şoyla 50 milyonun heysiyyatını barmağa dolamaq olmaz. Hər gün bizə zəhlər olur. O məsuliyyəti biz daşıyırıq. O dərdi biz çəkirik.